İnsanın özü, özünün varlığı. Ən böyük neymət sənin üçün sənin özünün var olmağındır da. Həmişə də ən böyük neymətində ən böyük imtihanı olur. İnsanın da ən böyük imtihanı həmin o özü var ha, o nəfsi var ha. Onu o yerə gətirib çıxartmalıdır ki, o nəfs səni heyvandan aşağıda eləyər, mələkdən yuxarıda eləyər. Əqllə bunu kontrol eləməlisən ki, nə təfritə uğrayasan, nə ifrata. Mən bir dəfə ağa ilə də belə bir bəhsimiz olmuşdu. Həzrəti Musa əleyhissalamın ki, o əsa məsələsi ki var idi. Nəfsin iki xüsusiyyəti var da, bir özünə xoş gələn şeyi özünə çəkmək, bu şəhvətdir. Özünə xoş gəlməyən şeyi özündən uzaqlaşdırmaq, dəf eləmək, bu qəzəbdir. Şəhvət və qəzəbdən ibarətdir də nəfs. Bir də əql var ki, bunları kontrol edir. Bunlar tam olmasa da insan yaşaya bilməz. Yəni, həyat bəli, bunlar kontrolda olmalıdır. Olmasa insan öldü də. Bu insan, yəni normal insan deyil, xəstə insan olar. Həzrəti Musa əsası üçün deyir ki, məsəl üçün, sair da buna söykənirəm. Özümü qurtdan, quşdan xilas edirəm, ağacdan vururam, yarpaq tökürəm. Nəfsin xüsusiyyətlərini deyir, fikir versən. Özümə xoş gələn şey özümə çəkirəm, özümə xoş gəlməyən şey özümdən uzaqlaşdırıram. Allah Teala ona əmr edir ki, bir də ona kənardan bax, at yerə. Atır yerə, nəfsi əjdərhast, o ki mürdəz. Görür ki, bir əcdahadır, bir ilandır. Amma deyir, qorxma, götür onu. Götür onu. İnsan nəfsini islah eləsə, Həzrəti Musanın əsası nə boyda işlər görüb, nə möcüzələr eləyib. İnsan islah olmuş nəfsi ilə o möcüzələri eləyə bilər, o möcüzələri göstərə bilər. Ki, Allah vədi verir də ki, mənim üçün yaşa, mənim görən gözüm olacaqsan, danışan dilim olacaqsan, eşidən qulağım olacaqsan. O içəridə hansı ruhun görməsi var, eşitməsi var, dad bilməsi var, qoxu bilməsi var, lamısəsi var, ruhun özünün, canın özünün. Bütün onları oyadıram sənin üçün. Artıq cəmaatın eşidə bilmədiyini sən eşidəcəksən. Bunlar hamısı nəfsani istəklərə yox deyə bilməklə əmələ gəlir. Məsəl üçün, oruc ibadəti niyə gözəl ibadətlərdəndir? Çünki orada ancaq qadağalardır. Yox, olmaz. Yox, olmaz. Yəni, elə namaz qıl, xumus ver, nə bilim, zəkat ver, o deyil ha. Orucluqda başdan başa etmə, bunu etmə, bunu etmə. Bu nəfsündən nə edirsən? Məşq eləyirsən ki, etməni öyrədirsən ona. O bir vəhşi bir varlıqdır əslində. O qədər vəhşi varlıqdır ki, şeytan onun əlindən dad eləyir ki, mənə ehtiyac yoxdur da, elə bu sizə bəsdir.